Salam əziz şagirdlərim, bugün əvəzlik bölməsinin izahını sizə təqdim edirəm. Gəlin başlayaq. Birinci əvəzlik sözünün tələffüzü ilə başlayaq. Əvəzlik sözü necə tələffüz olunacaq? Baxın, əvəzlik formasında tələffüz olunacaq. Bunun tələffüzünü də qeyd edin, yadınızda saxlayın. Əvəzlik yazılır, əvəzlik formasında da tələffüz olunmuş olacaq. Əsas nitq hissələrini əvəz edən sözlərə əvəzlik deyəcəyik. Bax, əsas nitq hissələrini əvəz edən sözlərə əvəzlik deyəcəyik. Əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətlərini daşıyır. Nəyi? Bax, əvəz etdiyi nitq hissələrinin xüsusiyyətlərini daşıyır. Bir də yadımızda saxlayaq ki, bizə desə ki, əvəzlik bütün nitq hissələrini əvəz eləyir. Bax, bu yanlış olacaq. Niyə görə? Əvəzlik çünki bütün nitq hissələrini əvəz eləmir. Bax, əsas nitq hissələrini əvəz eləyir. Bütün nitq hissələrini əvəz etmir. Bunu da qeyd edin qeyd dəftərinizə ki, əvəzlik bütün nitq hissələrini əvəz etmir. Əsas nitq hissələrini əvəz eləyir. Hansı nitq hissəsinin sualına cavab verirsə, həmin nitq hissəsini əvəz edir. Məndən, kimdən, bax, ismi əvəz eləmiş oldu. Bax, desə ki, burada əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətini daşıyır da, lakin bütün xüsusiyyətlərini daşımır. Yaxşı, bunu da qeyd edin. Əsas, deməli, əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətlərini daşıyır. Amma yazın ki, amma bütün xüsusiyyətlərini daşımır. Məsələn, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Bunu da qeyd edərsiniz. Əvəzliyin özünə məxsus qrammatik şəkilçisi yoxdur. Və bunu da yadınızda saxlayın. Bu nə ilə ortaqdır indiyə qədər keçdiklərimizdən? Məsələn, bu sayla ortaq götürə bilərik. Sayda da demişdik ki, özünə məxsus qrammatik şəkilçisi yoxdur. Əvəzliyin də özünə məxsus qrammatik şəkilçisi yoxdur. Əvəzliyin özünə məxsus ümumi qrammatik mənası yoxdur. Əvəzlik əvəz etdiyi nitq hissələrinin bütün xüsusiyyətlərini daşıya bilmir. Əvəzlik bütün cümlə üzvləri vəzifəsində çıxış edə bilər. İndi gələk əvəzliyin quruluş növlərinə. Bilirik ki, əvəzlik də quruluşsa 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb. Mən, sən, o, bu, elə, belə, nə, necə əvəzlikləri quruluşsa sadə olacaq. Bax, birdən biri, kimdən kimsə, nədən nəsə, hərdən hərə, neçədən neçənci, haradan haralı düzəltmə əvəzlikləri yaranmış olur. Mürəkkəb baxaq əvəzliklərə. Filan kəs, hər kəs, heç kim, kim isə, heç nə. Bax, və s. bunlar nə oldu? Mürəkkəb əvəzliklər olmuş oldu. Bax, bunu da qeyd edin ki, defislə yazılan mürəkkəb əvəzlik yoxdur. Bax, yazın. Defislə yazılan mürəkkəb əvəzlik yoxdur. İndiyə qədər keçdiklərimizi təhlil edək. Bax, yazmışdıq ki, isimdə və sifətdə ayrı yazılan mürəkkəb söz yoxdur. İndi sonra dedik ki, sayda bitişik yoxdur. İndi gəldik əvəzliyə. Əvəzlikdə də deyilik ki, defislə yazılan mürəkkəb söz yoxdur. Yaxşı, bunları qeyd edərsiniz qeyd dəftərinizə. İndi gəlik əvəzliyin mənaca növlərinə. Əvəzliyin mənaca növləri hansılardır? Baxın. Şəxs əvəzlikləri, işarə əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, təyin əvəzliklər və sual əvəzliklər. Neçədən oldu? Deməli, 5 dənə olmuş oldu. İndi başlayaq şəxs əvəzliyindən təhlil edək. Deyək ki, ismin yerində işlənən, şəxs anlayışı bildirən, kimlə suallarından birinə cavab verən əvəzliklərə şəxs əvəzlikləri deyəcək və şəxs əvəzlikləri quruluşda nə olur? Ancaq sadə olmuş olacaq. Bax, bunu da yadımızda saxlayaq. Mən, sən, o, biz, siz, onlar. Burada bax, onu da iki cür düşünmək olar bizi də. İndi bunu deyirəm, qeyd edin. Bax, onu bir şəxs əvəzliyi kimi düşünə bilərik. Bir də işarə əvəzliyi kimi düşünə bilərik. İşarə əvəzliyi kimi düşünə bilərik. Yaxşı. Bir də bizi. Bizi bir gördüyümüz kimi şəxs əvəzliyi kimi düşünə bilərik. Bir də ki, isim kimi düşünə bilərik. Məsələn, ayaqqabı tikmək üçün biz var ha. Bax, onu nəzərdə tuturam. Məsələn, deyirsən ki, ayaqqabı tikmək üçün bizdən istifadə olunur. Bu da belə. Bunu qeydlərimizdə götürdüksə, davam edək. Cəmiyyətcə tək və cəm olur. Təkdə mən, sən, o, cəmdə isə biz, siz, onlar. Birinci və ikinci şəxsi bildirən əvəzliklər yalnız insana aid olur. Bax, birinci və ikinci şəxsi bildirən əvəzliklər ancaq insana aid olur. Kim sualına cavab verir? Üçüncü şəxsi bildirən əvəzliklər bax, həm insana aid ola bilər, həm də digər canlı və cansızlara aid ola bilər. Sual da kimlə olmuş olacaq. Nəsən, o, həyətdəki ağacın altında dayanmışdı. Kim? Nə? O. Bir də yadımızda saxlayaq ki, bu istisna hallarda birinci və ikinci şəxs qeyri-insani varlıqlarla da aid ola bilər, yəni varlıqları da bildirə bilər. Məsələn, nağıllarda, təmsillərdə də allegoriyadan istifadə eləmək olar. Məsələn, deyirsən ki, sən nə yamansan abuz. Burada yəni birinci və ikinci şəxsi istisna hallarda deyə bilər ki, qeyri-insani varlıqları da bildirə bilər. Burada ancaq insana yazma. Amma deyə bilər ki, istisna halları. Bilirik ki, istisnalar da qaydanı pozmur. İstisna hallarda qeyri-insani varlıqları da bildirə bilər. İsim kimi hallanır şəxs əvəzlikləri mən, mənim, mənə, məni, məndə, məndən və s.
Mən və biz əvəzlikləri yəlik halda im şəkilçisini qəbul edir. Bax, yadınızda saxlayın ki, bu mənim sözündə, mənim sözündə imi bax, harda görsəz 100% bu nədir? Yəlik haldır, 100%. Amma bizim sözündə, baxın, bunu dedik bayaq, bizimi iki mənada düşünə bilərik də. Bir ayaqqabının biz iki formada düşünə bilərik. Bir də ki, bizi şəxs əvəzi kimi düşünə bilərik. İndi bizimdəyi imi biz həm yəli göz kimi düşünə bilərik, həm də mənim bizim mənsubiyyət kimi də düşünə bilərik. Yəni bunu testləri işləyəndə diqqət edərsiniz bu məqamlara. Daha sonra şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir, ad bildirmir. Mən, sən, o şəxs əvəzlikləri çıxışlı kal şəkilçisi qəbul etdikdə yazışı ilə deyilişi fərqlənir. Məsələn, məndən yazılır, məndən deyə tələffüz olunur. Səndən yazılır, səndən deyə tələffüz olunacaq. Ondan yazılır, ondan deyə tələffüz olunacaq. Mən və sən əvəzliklərindən başqa digər şəxs əvəzlikləri cəmlənə bilir. Bax, hansı oldu? Mən və sən əvəzliklərindən başqa digər şəxs əvəzlikləri cəmlənə bildi. Bizlər, sizlər, onlar və s. Şəxs əvəzlikləri cümlədə, bax, mübtəda ola bilir. O, yaxşı oxuyur. Kim o? Burada nə oldu? Mübtəda oldu. Tamamlıq kimi də işlənə bilir. Sizə demişdim. Kimə? Sizə. Bax, tamamlıq kimi də işləndi. Xəbər kimi də işlənə bilir. Bu ilin qalibi odur. Kimdir? Odur. Bax, xəbər funksiyasında da işləndi. Zərflik kimi də işlənə bilər. Sizə gələcəklər. Bax, burada zərflik funksiyasında işləndi. Təyin kimi də işlənə bilər. Bizim sinif qalibdir. Bax, hansı sinif? Bizim sinif. Burada deməli, yadınızda saxlayırsınız ki, deyəndə ki, ümumilikdə şəxs əvəzlikləri bütün cümlə üzvlərində kimi işlənə bilir, deyirik, hə. Amma o hansı əvəzliklərdir ki, bütün cümlə üzvləri ola bilir. Yəni, mübtəda da, tamamlıq da, xəbər də, zərflik də, təyin də. Bu ancaq qeyd edin. Biz və siz əvəzlikləridir ki, biz və siz. Bunlar bütün cümlə üzvləri ola bilərlər. Biz və siz əvəzlikləri, bütün cümlə üzvləri ola bilərlər. Bu da belə. Sonra, hörmət və rəsmiyyət mənasında siz əvəzliyi böyük hərflə yazıla bilər. Bax, siz əvəzliyi. Mən sizi bu xidmətinizə görə alqışlayıram. Mən sizi bu xidmətinizə görə alqışlayıram. Bax, burada sizi hörmət mənasında böyük hərflə yazıb. Bəzən, bax, onu da böyük hərflə yaza bilərlər. Bunu da yadınızda saxlayın ki, burada o nə zaman böyüklə yazılır? Məsələn, yaradan Allah mənasında işlədəndə, məsələn, onu böyüklə yaza bilərik. Məsələn, bizi yaradan odur. Yəni, Allahdır mənasında işlənəndə onu böyüklə yaza bilərik. Qeyd edeyim, qeyd eləmək istəyənlər qeyd dəftərinə yazar. Bizi yaradan odur. Xəttim biraz sərgəsiz ola bilər, o da qələmdən əlaqədardır, özürlü sayarsınız. Bizi yaradan odur. Baxın, burada o böyüklə yazıla bilər. Hörmət, rəsmiyyət mənasında işlənəndə dedik. Biz və siz və onu da işlədə bilərik. İstisna hallarda təbii ki. Bax, yerinə mətn daxilində təbii ki, bunlara diqqət eləməliyik mənalarına, hansı mənada işlədilir. İndi gəlirik qeydlərimizə. Şəxs əvəzlikləri müstəqil işləndikdə, bax, ancaq ismi əvəz edir. Şəxs əvəzliyi müstəqil işlənəndə. Ancaq ismi əvəz edir. Amma bax, mətn daxilində işlənəndə sifəti, sayı, feili sifəti və s. nitq hissələrində əvəz edə bilər. Necə? 5-cilər qalib gəldi. Direktor onları təbrik etdi. Bax, burada onları deyəndə kimi nəzərdə tutulur? 5-cilər, yəni burada nəzərdə tutulur. Burada deməli, nəyə əvəz eləmiş oldu? Sayı əvəz eləmiş oldu. Həyətdəki burada yaşayır. Onu tanıyıram. Bax, burada kimi demək istəyir? Həyətdəkini. Deməli, nəyə əvəz elədi? Sifəti əvəz elədi. Yarışanlar tez gəlmişdi. Onlar həyəcanlıdır. Bax, yarışanlar feili sifətini, bu onlar əvəzliyi əvəz eləmiş oldu. Bu da belə mətn daxilində, yəni digər nitq hissələrini əvəz edir. Müstəqil şəkildə şəxs əvəzlikləri ancaq ismi əvəz eləmiş olur. İndi keçirik işarə əvəzliklərinə. İşarə məqsədi ilə işlədilən əvəzliklər işarə əvəzlikləri sayılır. O, bu, elə, belə, həmin işarə əvəzliklərdir. Suallar isə necə, nə cür və hansıdır? Quruluş da nə olur? Ancaq sadə olmuş olacaq. Yadımızda saxlayaq. Bax, indi şəxs əvəzliklərində dediyin, quruluş da ancaq sadə olur. Gəldi işarə əvəzlikləri. İşarə əvəzlikdə görürük ki, quruluş da ancaq sadə olmuş olacaq. Adətən sifəti əvəz edir işarə əvəzlikləri. Hansı sualına cavab verir? Məsələn, o hadisə, hansı hadisə, bu hadisə, hansı hadisə, həmin hadisə, hansı hadisə formasında. Bax, o əvəzliyi həm işarə, həm də şəxs əvəzliyi kimi çıxış edə bilər. Bu zaman anonim olmuş olacaq. Və bunların fərqləndirilməsi necədir? Əgər o əvəzliyi kimdən suallarından birinə cavab verirsə, o zaman olacaq şəxs əvəzliyi. O gəldi. Kim gəldi? Deməli, burada kim sualına cavab verdiysə, o nə oldu? Deməli, o burada olmuş oldu şəxs əvəzliyi. Hal xəbərli şəkilçi qəbul edəndə də olur şəxs əvəzliyi. Amma o necə, nə cür, hansı suallarına cavab versə, onda olacaq işarə əvəzliyi. O kitab, hansı kitab? Bax, burada necə, nə cür, hansı suallarına birinə cavab verdisə, olmuş olur işarə əvəzliyi. Daha sonra,
Və yaxud da ki, o adam deyəndə. Bax, hansı adam? O adam. Yenə olmuş oldu o burada işarə əvəzliyi. Sonra bu əvəzliyi isə istənilən məqamda işarə əvəzliyidir. Bax, bunu testdə şəxs əvəzliyidir yazıb sizi çaşdırırlar. Amma yadınızda saxlayın ki, bu əvəzliyi ancaq olur nə? İşarə əvəzliyi. O bu əvəzliyindən sonra vergülün işlənməsi məqamına baxaq. O bu əvəzlikləri ismin yerində işlənib, kim nə suallarından birinə cavab verdikdə, onlardan sonra isim, sifət, say, fe'li sifət, zərf, modal sözlər, nida, xitab işlənərsə nə olacaq? Vergül qoyulacaq. Məsələn, bu qardaşımın maşınıdır. Burada qardaş nədir? İsimdir. Ona görə nə oldu? Vergül qoyulacaq. O əlbəttə gələcək. Əlbəttə burada nədir? Modal sözdür. Ona görə vergül işləndi. O oxuyanlara kömək edirdi. Oxuyanlara burada nədir? Fe'li sifətdir. Ona görə oradan sonra vergülü qoymuş olacaq. O bu ismin yerində işlənib. Bax, ismin yerində işlənib. Kim nə suallarından birinə cavab verdikdə, ondan sonra əvəzlik, fe'l və köməkçi nitq hissələri işlənərsə vergül qoyulmur. Bax, o buradan sonra nə dedik? Əvəzlik, fe'l. Bax, fe'ldən də bayaq dedik ha, fe'li sifət istisnadır. Yəni fe'li sifət gələndə vergül qoyulur. Köməkçi nitq hissələri. Bax, köməkçi nitq hissələrində də 2 dənə istisnamız var. Modal sözdən, yəni nida gələndə vergül qoyulur. Bunlar işlənərsə, bax, əvəzlik, fe'l, köməkçi nitq hissələri. İstisnalarda dedik, əvəzlik, fe'l, fe'ldən fe'li sifət, köməkçi nitq hissələrindən də modal söz və nida istisnadır. Amma yerdə qalan digər əvəzlik, fe'l və köməkçi nitq hissələri gələndə vergül qoyulmur. Burada istisnanın da bir istisnası var, onu qeyd edeyim, yazarsınız. Bax, biz modal sözləri indi keçəcəyik. Modal sözlərdə deyirik ki, demişdik ki, daha doğrusu deyəcəyik, sanki, sonra nə var idi orada? Elə bil, cuya. Nə demişdik? Bu modal sözlərdən sonra vergül qoyulmur. Məsələn, o sanki aslandır. Bax, burada vergül qoymayacaq. Çünki burada sanki var. Yaxşı, bunu da yadımızda saxlayırıq, qeyd edərsiniz. Sanki, elə bil, cuya modal sözündən sonra vergül qoyulmur. Amma onu da qeyd edərsiniz ki, o buradan sonra modal söz gələndə vergül qoyulur. İndi sanki, elə bil, cuya da istisnanın istisnası kimi yadınızda saxlayarsınız. Bir də o və buradan sonra, bax, əvəzlik gələndə nə dedik? Dedik ki, vergül qoyulmur. Amma bəzi istisna məqamlar var ki, bu əvəzlik sadalama, bax, yazırsınız, sadalama. Bir də ki, əlavə olanda bu məqamlarda vergül qoyula bilər o və buradan sonra. Bu necə ola bilər? İndi bir dənə cümlə yazım, üstündə baxaq. Məsələn, o, sən və mən, məsələn, dərsə qoşulduq. O, sən və mən dərsə qoşulduq. Bax, oradan sonra sən əvəzliyi gəlsə də, burada vergül qoyduq. Çünki burada sadalamanı bildirdi. Bu belə, bunu da qeyd edərsiniz. Bir də indi əlavə kimi necə ola bilər? Məsələn, o, sənin bacın bugün dərsə gəlməyib. O, yəni sənin bacın, burada sənin bacı onun əlavəsi kimi işlənir. Ona görə oradan sonra vergül qoyacaq. Bu gün dərsə gəlməyib. Burada da əlavə kimi işlənir və oradan sonra sənin əvəzliyi gəlsə də vergül qoymuş olacaq. Bu məqamları da yadınızda saxlayarsınız. Davam edək sonra o bu əvəzlikləri cümlənin təyini olarsa, yəni sifəti əvəz edərsə, ondan sonra vergül qoyulmur. O kitab mənim xoşuma gəldi. Hansı kitab? O kitab. Gördük burada təyin oldu, sifəti əvəz edildi. Ondan görə özündən sonra vergül işlənməyəcək. Bu ilin sonunu səbirsizliklə gözləyirəm. Hansı ilin? Bu ilin. Burada da bax, təyinin sualına cavab verdi. Ona görə özündən sonra vergül işlənmədi. Bəzən cümlədəki yerinə görə o və bu əvəzliklərindən sonra vergüldən istifadə edilə də bilər, edilməyə də bilər. Bax, testlərdə bu kimi suallar qabağınıza çıxacaq. Buna diqqət edərsiniz. Məsələn, o evin sahibidir cümləsində. Bax, bunu həm şəxs əvəzliyi kimi düşünə bilərik, həm də işarə əvəzliyi kimi. Bax, o evin sahibidir. Kim? O. Mübtəda kimi düşünəndə, kim sualına cavab verəndə olur şəxs əvəzliyi. Amma o evin sahibidir. Hansı evin sahibidir kimi düşünəndə, bax, burada olacaq o işarə əvəzliyi kimi düşünmüş olacaq. Yaxşı, bunu da qeyd edərsiniz, yadınızda saxlayarsınız. Gəldik qeydlərimizə. Deyir ki, o bu əvəzliklərindən sonra əvəzlik gəlsə də vergül qoyula bilər. Bax, bu bayaq dediyim məqamdır. Bu o zaman mümkündür ki, o bu əvəzliklərindən sonra gələn söz ya əlavə kimi işlənsin, ya da həmcinslik əmələ gətirsin. Məsələn, bu bizim dostumuz, bura yeni gəlib cümləsində bizim dostumuz birləşməsi bu əvəzliyin əlavəsi olmuş oldu. Deməli, burada əvəzlikdən sonra vergül qoymaq olar. O, mən sabah getməliyim cümləsində o və mən əvəzlikləri həmcinslik əmələ gətirib. Deməli, burada əvəzlikdən sonra nə vergül qoymuş ola bilərik. Bu da belə. İndi davam edək. Bu işarə əvəzliyi əşyanı göstərmək üçün işlənəndə, bax, əşyanı göstərmək üçün işləndikdə ismin xüsusiyyətini daşıyır, hallanır və cəmlənir.
Amma mənsubiyyətə görə dəyişə bilmir. Deməli, bu haqqında nə dedik? İsmi xüsusiyyətini daşıyır, hallanır və cəmlənir, amma mənsubiyyətə görə dəyişə bilmir. Bunu düzəlt, bunlar bir təsəllidir və s. İndi gəldik elə belə əvəzliklərinə. Elə və belə əvəzlikləri həm sifəti, həm də zərfi əvəz edir. Əşyaya aid olduqda sifəti, məsələn, belə kitab, elə insan. Hərəkəti izah edəndə isə zərfi əvəz eləmiş olacaq. Bax, bir də qeyd edin, testdə bununla çaşdırırlar sizi. Elə yazırlar zərfi və yaxud elə yazırlar sifəti. Bu anlayışlar yanlışdır. Baxın, elə zərfi, elə sifəti və yaxud da ki, belə zərfi, belə sifəti yoxdur. Elə zərfi, belə sifəti yoxdur. Bunu qeyd edərsiniz özünüzdən. Elə, belə nədir? Əvəzliş olmuş olacaq. Və yaxud da belə ver, əgər defislə versə, elə, belə. Bu yerinə görə sifət kimi də işlənə bilər. Yerinə görə zərf də işlənə bilər. Aha, belə defislə versə deyə bilərik ki, yerinə görə elə belə sifət və zərf kimi işlənə bilər. Yox, əgər tək-tək versə, elə və yaxud da ki, belə əvəzlikdir. Zərf və sifət deyil. Bunu da qeyd dəftərinizə qeyd edərsiniz. İndi davam edək. Elə və belə işarə əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul edəndən sonra hallanır, cəmlənir, yəni ismi əvəz edir. Deməli, elə belə ancaq mənsubiyyət şəkilçisi qəbul edəndən sonra nə edir? Hallanacaq, cəmlənəcək, yəni ismi əvəz edəcək. Eləsinə, beləsinə, elələri, belələri və s. Elə belə əvəzlikləri ədatla amonimdir. Belə səni xoş gün görəsən. Burada ədat kimi işlənib. Belə insanlara baş qoşma. Burada isə əvəzlik kimi işlənmiş olacaq. Elə sən deyəndir. Burada ədat kimi işlənib. Elə dost çətin taplar. Burada isə əvəzlik kimi işlənmiş olacaq. Bəzən elə ola bilər ki, cümlə verər, orada eləni biz həm əvəzlik kimi, həm də ədat kimi düşünə bilərik. Bunu da yadınızda saxlayarsınız, testlərdə qabağınıza çıxsa bilin. Elə, məsələn, belə bəzən yerinə görə işlənə bilər. Həm ədat kimi, həm də əvəzlik kimi. Məsələn, o oğlunu belə fikirləşmirdi. O oğlunu belə fikirləşmirdi, həm ədat kimi, həm də əvəzlik kimi, məsələn, düşünmək olar. O bu əvəzlikləri üzr istəyirəm, o bu əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul eləmir. Dedi ki, o bu əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul eləmir. O əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi kimi işlənərək amonim olur. Şəxs əvəzliyi olduqda kimlər, işarə əvəzliyi olduqda isə hansı sualına cavab verir? O şəxs əvəzliyi kimi işlənəndə hallanır, cəmlənir, mübtəda və tamamlıq olur. Məsələn, o gəlir, kim o? Burada şəxs əvəzliyidir. Onu çağırırdılar, kimi? Burada da şəxs əvəzliyidir. Amma o kitabı mənə ver deyəndə, hansı kitabı? Burada artıq işarə əvəzliyi olmuş olacaq. Gəldik həmin əvəzliyinə. Həmin əvəzliyi əsasən sifəti əvəz edir. Bəzən də mətn daxilində, bax, əsasən nəyi əvəz elədi? Əsasən sifəti əvəz elədi. Bəzən də mətn daxilində sayı, ismi, feili sifəti də əvəz edə bilər mətn daxilində. Məsələn, sifəti necə əvəz edə bilər? Qardaşım 5 mərtəbəli binada yaşayır. Biz də həmin binada, bax, həmin nəyi əvəz edir? Burada 5 mərtəbəli sifətini. Qardaşım 5-ci binada yaşayır. Biz də həmin binada qalır. Bax, həmin nəyi əvəz elədi? 5-ci sayını. Qardaşım istifadə edilməyən maşın aldı. Biz də həmin maşınla şəhərə getdik. Bax, burada həmin nəyə əvəz elədi? İstifadə edilməyən feili sifətini. Ona gümüş üzük aldım. Bax, gümüşdən üzük aldım dedik. İsim oldu burada gümüş. Həmin üzüyü sabah hədiyyə edəcəm. Bax, həmin nəyə əvəz elədi? Gümüşü. Yəni, gümüş ismini əvəz eləmiş oldu. İndi keçirik qeyri-müəyyən əvəzliklərə. Deməli, buradan da yadımızda saxlayaq ki, baxın, qeyd olaraq götürün ki, şəxs əvəzlikləri, o, bu, işarə əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etmir. Və yazırsınız ki, şəxs əvəzlikləri, o, bu, işarə əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul etmir. Aha, qeyd elədiniz məncə. İndi davam edək. Qeyri-müəyyən əvəzliklərlə davam edirik. İsmin yerində işlənən və qeyri-müəyyən şəxsi bildirən əvəzliklərə qeyri-müəyyən əvəzliklər deyəcəyik. Kimdən kimsə, hərdən hərə, birdən biri, hər kəs mürəkkəb, hər nə mürəkkəb, hamı sadə, heç nə mürəkkəb, hər şey mürəkkəb, nəsə, düzəltmə, filan kəs və s. Bunlar nə oldu? Qeyri-müəyyən əvəzliklər olmuş oldu. Baxın, qeyri-müəyyən əvəzliklər sadə, düzəltmə və mürəkkəb olmuş olaraq. Və indiyəcən gəldik. Şəxs əvəzliklər nə oldu? Ancaq sadə. İşarə əvəzliklər nə oldu? Quruluşda ancaq sadə. Gəldik qeyri-müəyyən əvəzliklərə. Gördük ki, qeyri-müəyyən əvəzliklər nə oldu? Quruluşda sadə, düzəltmə və mürəkkəb olmuş oldu. İsim kimi qeyri-müəyyən əvəzlər hallanır. Məsələn, filan kəs, filan kəsin, filan kəsə, filan kəsi, filan kəsdə və s. Sonra bəzi əvəzliyi sifətin yerində işlənir, ancaq mənsubiyyət şəkilçisi qəbul edəndən sonra hallanır və ismin yerində işlənir. Bu, sizcə hansı əvəzlik kimi ortaq oldu? Bax, bəzi əvəzliyi sifətin yerində işlənir, ancaq mənsubiyyət şəkilçisi qəbul edəndən sonra, bax, hallanır və ismin yerində işlənir. Bax, bunu bayaq elə və belə işarə əvəzliyi haqqında da dedik. Bax, ortaq olaraq yadımızda saxlayırıq bunu.
Bəzi insanlar sifəti əvəz edib hansı sualına cavab verir. Bəzilərini, bax, kimi sualına cavab verdi, ismi əvəz eləmiş oldu. Əsasən mənsubiyyətə görə dəyişə bilir. Onun heç kimi yoxdur. Hamı, hərə, bəzi qeyri-müəyyən əvəzlikləri birinci, ikinci və üçüncü şəxsin, bax, təkinin yox, cəminin mənsubiyyətini qəbul edir. Bax, hamı, hərə, bəzi, qeyri-müəyyən əvəzlikləri birinci, ikinci, üçüncü şəxsin təkini yox, cəminin mənsubiyyət şəkilçisini qəbul edir. Hərəmiz, hərəniz, hamınız, hamımız, hamısı, bəzimiz, bəziniz, bəzisi və s. Və testdə düşə bilər ki, o hansı əvəzlikdir ki, mənsubiyyətə görə dəyişməsi natamamdır. Bu zaman nəyi götürəcəyik? Təbii ki, hamı, hərə və bəzi əvəzliklərini götürəcəyik. Niyə görə? Çünki dedik axı, birinci, ikinci və üçüncü şəxsin təkinin yox, cəminin mənsubiyyətini qəbul edir. Ona görə burada natamamlıq olmuş olacaq. Bu da belə. Davam eləyək. Qeyri-müəyyən əvəzliklərdən bəziləri cəmlənə bilir. Bəziləri, kimsələr, filan kəslər və s. Amma hamı, hərə, biri əvəzlikləri isə cəmlənə bilmir. Bunu da yadımızda saxlayır. Hansılardır? Hamı, hərə, biri. Hamı, hərə, biri. Mübtəda, tamamlıq, xəbər və s. Bax, cümlə üzvlərindən qeyri-müəyyən əvəzlər nə ola bildi? Mübtəda, tamamlıq və xəbər olmuş ola bildi. Bəzi əvəzlik isə sifəti əvəz edəndə cümlənin təyini də olmuş ola bilər. Kimsə əvəzliyi iki mənada düşünülə bilər. Bax, kimsə əvəzliyi iki mənada düşünülə bilər. Bəzən testdə verə bilər ki, inkarlıq əvəzliyidir bu. Xeyr, bax, inkarlıq əvəzliyi deyə bir anlayış yoxdur, yadınızda saxlayın. Burada kimsə sadəcə inkar mənasında da işlənə bilər. Yəni, heç kim mənasında. Kimsə sənə söz deyə bilməz. Yəni, heç kim sənə söz deyə bilməz. İnkar mənasında işlənə bilər bir. Bir də ki, qeyri-müəyyən şəxs mənasında işlənə bilər. Məsələn ki, kimsə məni səsləyir. Yəni, tanımadığım biri də kimsə qeyri-müəyyəndir. Kim isə biri məni səsləyirdi mənasında işlənə bilər. Yəni, kimsə əvəzi iki mənada dedi işlənir. Qeyd edirik. Biri qeyri-müəyyən şəxs mənasında, biri isə heç kim mənasında, yəni inkar mənasında işlənə bilər. İndi gəldik təyin əvəzliklərə. Bax, təyin əvəzliyinin daha çox bəzən qaydası düşür, tərifi düşür. Əşyanı bax, ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyin əvəzliklər deyəcəyik və təyin əvəzliklər qurulursa ancaq sadə olur. Hər bütün öz filan eyni təyin əvəzliklərdir. Və cümlədə isimlərdən əvvəl gəlib onları təyin edir. Filan mövzunu oxuyun. Sifət kimi hansı sualına cavab verir, cümlədə təyin olur. Bütün dünya ayağa qalxdı. Bütün burada hansı sualına cavab verir və təyindir. Hər və bütün əvəzlikləri qrammatik şəkilçi qəbul eləmir, morfoloji dəyişikliyə məruz qalmır. Bax, nə deyir burada? Hər bütün əvəzlikləri qrammatik şəkilçi qəbul etmir, morfoloji dəyişikliyə məruz qalmır. Məsələn, indi deyə bilərsiniz ki, müəllim, bütünün sözünü eşitmişik də, bəs bu necə oldu? Burada bu bütünü deyəndə bütövü mənasındadır. Bütövü. Burada bütünü əvəzlik, təyin əvəzlik deyil, bütövü mənasında işlənəndə onu qrammatik şəkilçi qəbul edə bilər. Amma ki, morfoloji dəyişikliyə məruz qala bilər, qrammatik şəkilçi qəbul edə bilər. Burada bütünü gördük, qrammatik şəkilçi qəbul edə bu formada. Bu da təyin əvəzlik kimi yox ha. Nə dedik? Bütöv mənasında işlənəndə biz buna qrammatik şəkilçi artıra bilərik. Buna da diqqət eləyərsiniz. Amma hər və bütün əvəzlik qrammatik şəkilçi qəbul etmir, təyin əvəzlik kimi morfoloji dəyişikliyə məruz qalmır. Eyni əvəzliyi morfoloji dəyişikliyə məruz qalır, qrammatik şəkilçi qəbul edə bilir. Məsələn, eynisi, eynilərinə və s. Öz əvəzliyi mənsubiyyət şəkilçi qəbul edib substantivləşir, ismin xüsusiyyətlərini daşır. Bax, elə bildirin ki, öz əvəzliyi mənsubiyyətsiz yaşaya bilmir də. Ya özü mənsubiyyət şəkilçisi qəbul edir, ya da özündən sonra gələn ismi deyir ki, sən mütləq mənsubiyyət qəbul eləməlisən də. Öz əvəzliyi mənsubiyyətsiz yaşaya bilmir. Belə yadınızda saxlayarsınız. Məsələn, özüm, bax, gələcəm. Özüm, özümün, özümə, özümü. Bax, cəmlənə də bilir hətta. Özləri. Öz əvəzliyi isimləşərkən cümlənin mübtədası, tamamlığı, xəbəri də ola bilər. Özüm gələcəm, mübtəda. Sən özünü pis aparırsan, tamamlıq. Bu işləri görən özünsən. Burada isə xəbər kimi işlənmiş olacaq. Öz əvəzliyi şəxs əvəzliyini də əvəz edə bilir. Bax, o desə ki, hansı əvəzliyidir? Məsələn, şəxs əvəzliyini də əvəz edə bilir. Öz əvəzliyidir ki, şəxs əvəzliyini də əvəz edə bilir. Mən danışıram. Özüm danışıram, bax, məni əvəz elədi. Yəni, şəxs əvəzliyini də əvəz elədi öz. Öz əvəzliyi özündən sonraki sözün mənsubiyyət şəkilçisi ilə işlənməsini tələb edir. Bax, nə deyir? Öz əvəzliyi özündən sonraki sözün mənsubiyyət şəkilçisi ilə işlənməsini tələb edir. Və həmin sözlə birlikdə cümlə üzvü olur. Müəllif bu məlumatları öz kitabında qeyd etmişdir. Bax, öz kitabında ikisi bir yerdə tamamlıq olmuş oldu. İndi gəldik sual əvəzliklərinə. Sual əvəzlikləri sual məqsədi ilə işlənir. Və əsas nitq hissələrinin sualları sual əvəzlikləridir. Nə oldu? Əsas nitq hissələrinin. Bax, əsas nitq hissələrinin sualları sual əvəzlikləridir. Kim, nə, hara, necə, nə cür, hansı, neçə, neçənci, nə qədər, nə edir və s. Quruluş da 3 cür olur. Necə, sadə, neçənci, haralı, düzəltmə, nə cür, mürəkkəb. Bax, nə demişdik?
Bir də qeyri-müəyyən əvəzliklər demişdik ki, quruluşda 3 cür olur. İndi sualda əlavə edirik və qeyd olaraq yazırıq ki, sual əvəzlikləri və qeyri-müəyyən əvəzliklər quruluşda 3 cür olur. Yəni sadə, düzəltmə və mürəkkəb. Qalanları isə yerdə qalanlarda olur sadə. Bütün cümlə üzvləri vəzifəsində sual əvəzlikləri çıxış edir. Suala cavab vermədən cümlə üzvü olur. Deməli, bütün cümlə üzvləri vəzifəsində çıxış edir sual əvəzlikləri və suala cavab vermədən cümlə üzvü olmuş olacaq. Təsriflənən feillərin sualları cümlədə ismi xəbər yox, feili xəbər olur. Və burada nə edir? Feili xəbər. Burada nə edir? Bax, feili xəbər olmuş olur. Deməli, yadımızda saxlayır. Təsriflənən feillərin sualları cümlədə ismi xəbər yox, feili xəbər olmuş olacaq. Və sual əvəzlikləri əvəzliyin özünü də əvəz edə bilir. Sual əvəzlikləri əvəzliyin özünü də əvəz edə bilir. Bəzi sual əvəzlikləri bir neçə nitq hissəsini də əvəz edə bilər. Məsələn, kim nə? Bax, isim kimi. Azər danışır. İsmi əvəz elədi. Sonra, o danışır. Əvəzliyi əvəz elədi. Kim danışır? O. Necə? Bax, sifəti əvəz edə bilir. Belə hərəkət, necə hərəkət? Zərfi, belə oxumaq, necə oxumaq? Sonra hansı sual əvəzliyi, sifəti əvəz edə bilər? Sinifdəki şagird, hansı şagird sifəti əvəz edir, gördük. Sonra sayı əvəz edə bilər, hansı sual əvəzliyi. İkinci, məsələn, sinif, hansı sinif? Gördük, burada da sayı əvəz elədi. Sonra hara, həm ismi əvəz edə bilər, hara sualı. Bakı gözəl şəhərdir, hara? Bax, ismi əvəz elədi. Zərfi də əvəz edə bilər. Bura gəlir, hara gəlir, bura gəlir. Burada da zərfi əvəz eləmiş oldu. İndi bəzi əvəzliklərin işləmə məqamlarına baxaq. O əvəzliyi, bax. Şəxs əvəzliyi kimi də işlənə bilər, işarə əvəzliyi kimi də işlənə bilər. Fərqlərini bayaqdan demişik. O şəhərdən səni görüb. O, bax burada nədir? Özündən sonra vergül qoydu. Kim səni görüb? Bax, kim sualına cavab verdi? Deməli, şəxs əvəzliyidir. O kitab maraqlıdır. Hansı kitab maraqlıdır? Bax, burada neynədir? Hansı sualına cavab vermiş oldu. Ona görə burada oldu işarə əvəzliyi. Sonra biz, bax, isim kimi də işlənə bilər, şəxs əvəzliyi kimi də işlənə bilər. Bunu da demişdim bax. Çəkməçi ayaqqabını tikmək üçün bizdən istifadə elədi. Burada isim kimi işlənib. Biz qalib gəldik, burada əvəzliyi kimi işlənib. Kimi, həm əvəzliyi kimi işlənə bilər. Məsələn, kimi oxuyur, kimi yazır. Bir də ki, sual kimi də işlənə, sual əvəzliyi kimi də işlənə bilər, qeyri-müəyyən əvəzliyi kimi də işlənə bilər kimi. İndi burada kimi oxuyur, kimi yazır, burada qeyri-müəyyən əvəzliyidir. Evə kimi ötürdün deyəndə burada sual əvəzliyi olmuş olacaq. Qoşma kimi də işlənə bilər. Evə kimi ötürdü. Burada da qoşma kimi işlənmiş oldu. Necə? Bax, həm sual əvəzliyi kimi işlənə bilər, həm ədat kimi işlənə bilər. Necə gedəcəksən? Burada oldu sual əvəzliyi. Amma ax necə kef çəkməli əyyam idi, burada isə ədat kimi işləmiş olacaq. Nə? Həm sual əvəzliyi kimi, həm ədat kimi, həm də bağlayıcı kimi də işlənə bilər. Nə oxuyursan sual əvəzliyi kimi, nə yaxşı əsərdir ədat kimi, nə göz görsün, nə ürək bulansın. Burada isə bağlayıcı kimi işlənmiş olacaq. Bu da belə. Bir də bu qeydlərimizi yenə dedim abi, quruluşda sadə düzəltmə mürəkkəb. Onda yəqin ki, qeyd elədiniz ki, şəxs əvəzlikləri quruluşda ancaq sadə olur, işarə əvəzlikləri quruluşda ancaq sadə olur, təyin əvəzliklər quruluşda ancaq sadə olur, amma qeyri-müəyyən və sual əvəzlikləri quruluşda sadə və düzəltmə və mürəkkəb olmuş olacaq. Bu da əvəzliyin izahı. Nə qaranlıq qaldısa, şərh bölməsində qeyd edə bilərsiniz. Hansı mövzunun izahını istəyirsinizsə, onu da yazarsınız. Sağ olun.